İrandakı etirazlar fonunda İslam İnqilabının lideri Ruhullah Xomeyninin keçmişi yenidən gündəmə gəlib. Global Info xəbər verir ki, Xomeyni 1962-1963-cü illərdə İran şahının torpaq islahatına qarşı çıxdığı üçün həbs edilib. 1964-cü ildə isə Türkiyəyə sürgün edilib. Xomeynini Bursada qonaq edən ailə 1982-ci ildə Türkiyədə nəşr olunan Erkəkcə adlı erotik məzmunlu jurnala müsahibə verib. Hətta belə bir ciddi müsahibənin o jurnalda yayılması böyük maraqla qarşılanıb. Ailə geniş müsahibədə Ayətullahla bağlı bütün müşahidələrini bölüşüb. Evində qaldığı ailənin üzvlərindən biri deyib. Çox sakit və az danışan biri idi. 12 yaşlı qızımın yemək süfrəsində başı açıq oturmasına qəzəblənmişdi. Bir gün küçəyə çıxıb gəzmək istəyirdi. Biz əbasını çıxarması üçün israr etdik, bir təhər razı sala bildik. Bir müddət sonra özü də sıxıldığı üçün normal şalvar geyinməyə, başına sadəcə şərf bağlayaraq çıxmağa başladı. İlk dəfə Bursada küçəyə çıxanda müasir geyimdə idi. Biz onun bu halının fotosunu çəkdirmək istəyirdik. Lakin hüquq mühafizə orqanları qaldığı yer gizli saxlanıldığı üçün hər hansı bir görüntünün olmamasına çalışırdı. Buna görə oğluma fotoaparatı verib gizlincə çəkməsini dedim. Lakin oğlumun onu çəkdiyini gördü, qəzəbləndi. Tez evə qayıtdıq. Modern görüntüdə olmasını əks etdirən fotoların şahın əlinə keçməsindən qorxurdu. Çünki əbasının onun dini obrazını təmsil etdiyini, başqalarının onu belə görməməli olduğunu deyirdi. Lakin zamanla öyrəşdi, hətta özü foto çəkdirməyə başladı. Statın sonu. Yazını tam halda şərhdəki linkdən oxuya bilərsiniz. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.